İki yol var hifzdə. Bu, deməli, hafiz ikisindən birini seçə bilər. Neçə növ hifz var? Birinci budur ki, tərtibi hifz. İkinci budur ki, mövzu hifzi. Tərtibi hifz budur ki, Quran əvvəldən başlayasan, axırına qədər gedəsən, bu tərtibidir, yəni ardıcıllıq. Bir də var mövzu təfsiri. Mövzu yəni ki, tematika təfsiri. Nə deməkdir bu? Mövzular əsasında Quran əzbərləyəsən. Məsələn, əxlaq haqqında olan ayələr, onlar əzbərləyir. Məsələn, bunun çıxışı var əxlaq haqqında 100 dənə Quran-Kərim ayəmiz var, ancaq onu əzbərləyir və o barədə araşdırma aparır. Məsələn, tematik mövzu var, təfsir mövzuu var, təqva haqqında. Nə qədər ayəmiz var təqva haqqında və ya qadın hüquqları, kişi hüquqları. Bu araşdırma aparmaq istəyir, təhlilçidir, araşdırmacıdır. Nə qədər o barədə ayələr var, onlar yığır bir yerə, əzbərləyir və o barədə aparır araşdırma. Yəni, ikisindən bir insan eləyə bilər. Tərtibi və mövzu, hifzi, tərtibi, hifzi, mövzui. Və bizim dərsimiz var, təfsir dərsi ki, Allah üçün oxumusu bilirsiniz. Təfsir də iki növdür. Var tərtibi təfsir, var mövzu, yəni tematik təfsir. Var bir dənə surənin təfsiri, məsələn, Bəqərənin təfsiri. Quranın əvvəl axıra qədər təfsir, bu tərtibidir, ardıcıllıq, sıralama ilə. Da var mövzu təfsiri. Məsələn, Quranda şəfaət, Quranda sahabələr, Quranda nə bilim nə, düzdür? Nə qədər bu bar ayələr var? Hamısını yığır, sırf şəfaət ayələrini təfsir edir. Məsələn, bunun araşdırması var, şəfaət nədir, varmı, yoxmu, kimədir, nə vaxtdır, hardadır? Onu araşdırıb ortaya çıxarır bir mütəxəssis və araşdırmacı bir alim kimi. Orada da var tərtib və mövzui, burada da həmçinin var, hifzdə də var, tərtibi hifz, mövzu əsaslı hifz. Belə bir söz var, yəni bir düşünməyək ki, bunun hamısı əzbərləyə bilmirik. O yüzden vaz keçək, deyir yox. Belə bir söz deyirlər ki, ma la yudriku kullu, la yudriku kullu. Əgər bir şey bütöv halda əldə etmək mümkün deyilsə, bu o demək deyil ki, azından da vaz keçəsən. Məsələn, insan bir qap su əldə eləyə bilmirsə, o demək deyil ki, məsələn, bir damcı sudan da vaz keçsin. Məsələn, susayıb, buna olsa bir stəkan su kifayət edir. Tapa bilməm, bir qurtum tapır. Ağıl bizə hökm verir ki, nə olsun bir stəkan su yoxdur. Bir qurtum var, bəli, onun kifayətlən də. Yəni, bada şükür. Aza şükürlüsən ki, ardı gəlsin. Mövzu əsaslı hifz dedik. Tərtib əsasında hifz dedik. Mövzu bu olur ki, mövzulara ancaq o mövzu haqqında olan sırf o ailə əzbərləyirsən. Tərtibi də ki, əvvəldən axıra qədər. Burada haran tapmaq olar? Kitablar var, xüsusi kitablar. Müəccəm deyirlər, müəccəm müfəhris var, müəccəmlər var ki, məsələn, orada sırf ailələr var. O ailələrini tapmaq olar ki, təbii ki, bu kitabda var. İndi məsələn, ədəbiyyat baxımından PDF-lər var, nə bilim, proqramlar var ki, onu tapmaq çox asandır. Məsələn üçün, şəfaət ailələri, təqva ailələri, əxlaq ailələri, ailələri və s. Yaxşı. Məsələn, kimin ki, bir deyək də, orta səviyyəli hafizəsi var, heç olmasa ən azından mövzu təfsiri əzbərləyə bilər. Məsələn, bütöv təfsir eləyə bilmir. Ya məsələn üçün, səhhəti yerində deyil, ya məsələn, yaşı çoxdur, ya məsələn üçün, vaxtı qətiyyən alınmır, ya məsələn, yaddaşında narahatsızlıq var və vaz keçim hər şeydən. Yox, eləyə bilərsən, məsələn üçün, əzbərləsən 5 dənə balaca surələrdən, Quranın arxasını əzbərlə. Təbbə surəsidir, İxlas, Fələq, Nas və s. Yəni, bunları alınır, deyir, onu əzbərlə də. Və ya da bir neçə ay əzbərlə mövzu təfsirindən. Məsələn, əxlaq haqqında ayə əzbərlə, deyilin, Peyğəmbərin haqqında ayə Quran-Kərim çoxdur. Sırf o ayə, hansını ki, istəyirsən, onu əzbərlə. Yəni, bu demək deyil ki, mən bütöv əzbərlə bilmirəm, vaxtım yoxdur deyə, hamısa vaz keçim, yox, bəya dedik. Əgər bir şey əldə etmək bütöv halda mümkün deyilsə, onun kiçiyindən niyə vaz keçəsən?
Bir nəfər gəlib Peyğəmbərin yanına, dedi ki, mənim deyir, zehnim biraz, bizlər kütdür. Yaddaşım yoxdur da, yəni, mənə çox çətindir. Peyğəmbər deyir ki, la tuhammil aleykə ma la yutiq və aleykə bis-sucud. Əgər bir şey eləyə bilmirsənsə, bir şey bütöv eləyə bilmirsənsə, onu eləmə. Səcdə elə. Gel səcdəyə, Allaha dua elə, şükür elə, ta məsələn üçün bir yerdə sənə bir yol açsın, o işi yerinə yetirmək üçün. Sonra deyir, xoş o insanın halına ki, onlarda qəşəng hafizəsi var, zehinləri qəşəngdir, yaddaşları yerindədir, xüsusən də cavanlar, uşaq vaxtlarından əzbərəsində yadda qalacaq. Yaş keçdikcə problemlər, nə bilim, yaş, o, nə bilim, xəstəlik mümkündür də, məsələn, hamımızda olsun, həyatdır və bəlkə bizim zehnimiz yerində olmasın. Kimin ki, yaşı azdır, xoş halına çalışsın, öyrənsin, əzbərləsinlər. Ən azından bu onun xeyri. Ən azı hafız olacaq. İkinci məsələn olacaq elm əhli. Amma bu demək deyil, məsələn yaşlı çox insanlar ümidsiz olsunlar, yox. Onlar nə mükəmməl öyrənsinlər. Əvvəl demişdik, bir nəfər məsələn zehni zəifdir deyə gec əzbərləyir, birinin zehni asandır, tez əzbərləyir. O gec əzbərləyənin savabı daha çoxdur. Çünki bu adam əziyyətlə onu əldə edir. Alınmır əzbərləsin kiçik surələrdən. Açsın Quran-Kərim axırını, İxlas, Fələq, Nas, Nəsr surəsi, Kafirun surəsi, Kəvsərdir, Qədirdir və 10-15 surə əzbərləsin. Diqqət, bir də məsələ var, deyirlər ki, deməli, mövzu təfsiri, Quran mövzu təfsiri, belə bir şey var ki, bunda hamə mümkündür. Tərtibi hifz əvvəl axıra qədər hamıya mümkün olmur da, yəni yaş, vaxt falan. Amma da mövzu təfsiri hamıya mümkündür, rahatdır. Məsələn, müəyyən bir mövzu barəsində etiqadi ayə, əxlaqi ayə, ictimai ayə, hüquqi ayə, ibadi ayə və s. ayələr barəsində araşdırma aparırsın, hamısı yığsan bir yerə. Məsələn, 50 dənə ayə əzbərləyirsən, məsələn, ibadi ayələr. Məsələn, Quran-Kərimdə bir deyədə 500 dənə əhkam ayəsi var. Onları əzbərləyəsən. Ona görə eləmək olar. Bu bir məlumat. Keçirik o birinə. Yavaş-yavaş dərsimiz bizim tarix çox az qalıb.